Elman müəllimin Nəsrovun qızı yenidən paylaşımlar onunla bağlı ediblər. Təbii ki, istinad edim ki, yeni sabaha. Deməsinlər ki, Sara Səfra hardan götürüb. Atam heç bir yardım etmədi, qızı danışıb. Atam Elman Nəsrovla bağlı video müraciətlərim gündəmə gəldikdən sonra hər hansı bir dəyişiklik olmadı. Təbii ki, yenə deyirəm, yeni sabaha istinad edirəm. O da axar.az-da istinad edib. Milli Məclisin deputatı, siyasi elmlər doktor professor Elman Nəsirovun ilk nikahından olan qızı Laləzər Əliyeva Nəsirova deyib, atam mənimlə maraqlanmadı, heç bir yardım etmədi. Bir dəfə məni telefonunu bircə dəfə demək xanımı qara siyahadan çıxardım Elman müəllim. Əlaqə saxlanmağa çalışanda yenidən bloka saldı. 26 il necədirsə, yəni 26 ildir necədirsə, indi də eyni vəziyyətdədir. Mənim sosial şəbəkədə olan video müraciətlərim boşuna getdi deyə deputatın qızı əlavə etdi. Bəli, hamınız bilirsiniz ki, neçə vaxt idi Elman müəllimin, Elman Nəsirovun qızı Laləzər Əliyeva Nəsirova sosial şəbəkədə çıxış edərək deyirdi ki, sosial durumum aşağıdır, evim yoxdur, digər nələrsə deyirdi, amma dedi ki, həyat yoldaşımı atam işə düzəldibdi. Xanım, atamız bizə nə ev verib, nə iş verib. Elə işi də özümüz tapmışıq, evi də özümüz tapmışıq, almışıq, gücümüz nəyə çatıb. Etmir, etməsin də. Bax, niyə görə bu qədər üstünə gedirsiniz? Özünüz ayaqsız durmağı bacarırsınız. Demirsiniz, həyat yoldaşım var. Adama sual verirlər, ərə niyə gedirsən? Ərə gedirsən ki, ərin sənə dəstək olsun, ərin sənə dayaq olsun, ərin sənə, nə bilim, arxanda dayansın, kürəyi ona söykəyəsən. Əl çək belə atadan. Belə ata sənə etməyəcəksə, məcbur etmə. Heç bundan sonra bir qəpik də etməyəcək. Özün dur ayağı üstündə. Biz necə? Bizim atalarımız neyinib? Dünyaya gətirib bir 17-18 yaşına qədər biraz yemək verib bizə, çörək verib, qutardı getdi. Sonra hər birimiz ayaq üstə durmağı özümüz bacarmışıq.